İndi isə tərcümə etdiyimiz mətnin lüğət tərkibi: bədəə başlamaq, dərəsə oxumaq, arəfə bilmək, mada keçib getmək vaxta dəlalət edir. Dirasətun oxuma, qarnun əsr, şəhrun ay, usbu'un həftə, həqlun sahə, cihadun cihad, hədisun söhbət, seyruratun çevrilib olma, ədyanun dinlər, el-buziyyətu buddizm, el-yahudiyyətu yahudi dini, iudaizm, el-məsihiyyətu xristiyan dini, intişarun yayılma, istiqrarun sabitləşmə, səbi'un yeddinci, əvvəlu ulə, əvvəli kişi cinsində, ulə qadın cinsindədir, birinci, ciddən çox zərfdir, kəsirun çox, miqdarca bu sifətdir, xilələ ərzində zərfi ön qoşmadır, fi səbili uğrunda, qad ləqad artıq deməkdir, hərəkətin artıq bitmiş olduğunu bildirir, kəmə habelə, həqqan doğrudan da haqlı olaraq, həzə və bu və adətən tərcümə edilmir, mənaca yaxın olan digər bir məsələ keçdiyini bildirir. Muhammed ibn Abdillah, Məhəmməd İbni Əbdillah sallallahu aleyhi və səlləm, Allahın xeyir, bərəkəti və salamı onun üzərində olsun. Sonra sənətun dirasiyyətun dərs ilim tabələnə xoşumuza gəldi. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.